başlığına yazıram ki, Varabskoy, birinə də yazıram ki, təhsildə uğur qazanan. Varabskoy yazılan videoya baxılır 200 min, 300 min, təhsildə uğur qazanana baxılır 200-300 nəfər. Bu da ondan ibarətdir ki, bizim gənclər, izləyicilər kriminala, Varabskoya maraqlıdırlar. Okey, maraqlı olsunlar, amma məlumatlı olsunlar ki, orada nələr baş verir. İndi video göstərəcəm. Bu göstərdiyim insan bir zamanlar olub kriminalda, dırnaq arası belə deyim də, Varabskoy olub, vəziyyətə baxıb, Bakının Bülbülə kəndi deyilən bir yer var, Əmircan Bülbülə kəndi. Orada söz-söhbətlərə gedib, 3 nəfər dost olublar. Gediblər o söhbətə, bu söhbətə, mən yaxşı oğlan, mən belə, gəl bura qaqaş, ondan 3 manat, bundan 4 manat, belə, bunlar istəyiblər ki, oğru dünyasının tanınmış üzvlərindən olsun. Bugünkü gün, onu qeyd edeyim, 2025-ci il oğru aləmi deyilən bir şey yoxdur. Varabskoy yoxdur, dostlar. İnanın Allaha yoxdur. Yəni, Varabskoyda olanlar belə, kriminalda olan, onlar qaçırlar, sıxırlar, gedirlər, nə bilim, öz normal həyatını yaşayırlar. Yəni, bu yaşam deyil, həyat tərzi deyil. Azərbaycanda da özdə buna qarşı mübarizə güclü aparılır. Gedin, Liboy bir dənə kriminalda olan lotusu, oğrusu, nə bilim, avtoritetindən soruş, gəl şagird desin ki, mən avtoritet, kriminalda olmaq istəyirəm. Həmin o başında olan deyəcək ki, qardaş, gəlmə. Get təhsilvi, idmanlı, ailəvin yanında ol. Həmin bu şəxsdə indi videosunu göstərəcəyində elə bir adam olub və düşüb sonunda görün necə bir yerdə qalıb, necə bir həyat yaşayıb. Territoriyamda, üçüncü oyada, nə bilim, heç iz keçə bilmir. Bəlkə namus bölümdə burada. Bu da bir növbəti qurban. Yəni, bu cür qurbanların sayı çoxdur, çoxalır. Marağım dərsə, idmana deyildi. Marağım ancaq bu adı kriminal olan, lazımsız bir adama ziyan verən bir yol idi. Axırı narkoman elədi məni. İstəyirdim gənclərə deyim ki, cavanlara, kimlə oturub durursan, axırda sən də onlardan biri olursan. Çalışın sağlam ətrafına oturun durun. Mənim hər bir şeyim var idi və sözün əsl mənasında hər bir şeyimi itirmişdim. Allah Nailin canı sağ eləsin. Naillə tanış oldum, yenidən həyata gəldim. Bugün 4-cü ildir, ayıq təmiz həyat yaşayıram. Şükür Allaha, yəni o pis günlər arxada qaldı. Hər adamda alınmır sağalma, heç kim başında belə qalmasın ki, mən də sağalaram, reabilitasiya var. Yox, elə deyil. Hər adam sağala bilmir. Ümumiyyətlə, onu toxunmayın. Mənim bu boyda məlumatım olsaydı, mən narkomana, yəni salam Allahın deyir, onu da verməzdim.